Masallıda Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair publisist Arif Fərzəlinin anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirildi. İyulun 15-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatındakı tədbirdə qələm sahibləri, alimlər, mədəniyyət və təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin, eləcə də dünyasını dəyişmiş yerli ədiblərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Arif Fərzəlinin müasir Azərbaycan poeziyasının tanınmış və özünə məxsus yaradıcılıq dəstxətinə malik sənətkarlarından biri olduğunu vurğulayıb. Sonra yubilyarın həyat və yaradıcılıq yoluna nəzər salınıb. Şəksiz istedadına, şəxsiyyətinə, insanlığına, humanizminə, ləyaqətinə, xüsusilə də əqidəsinə böyük hörmət bəslədiyir. Qələminin ucundan süzülən misraları sevə-sevə, doymaya-doyma, o qədər oxuyan doymur. Çox qiymətli bir kişinin, bir insanın, bir şəxsiyyətin, bir yaradıcı insanın, bir şairin anadan olmasının 70 illik yubileyinə toxlaşmışıq. Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin sədri Qafar Zəfərli, filologiya elmləri doktoru tanınmış tənqidçi Vaqif Yusifli, əməkdar jurnalist Zakir Abbas və başqaları çıxışlarında bildiriblər ki, yarım əsrə yaxındır müqəddəs sözə sədaqətlə xidmət edən Arif Fərzəlinin zəngin yaradıcılıq təcrübəsi, orijinal poetik dünya görüşü və yüksək sənətkarlığı Azərbaycan ədəbiyyatının dəyərli əsərlərlə zənginləşdirib. Natiqlər əminliklə ifadə ediblər ki, şair bundan sonra da yeni əsərləri ilə oxucuların mənəvi dünyasına işıq tutacaq. Qeyd olunub ki, Arif Fərzəli yaradıcılığı illər ötdükcə öz aktuallığını qoruyur. Onun poeziyası insanın daxili aləmini, mənəvi saflığını, vətən sevgisini, yurt təəssübkeşliyini və yüksək insani dəyərləri böyük ustalıqla tərənnüm edir. Vurğulanıb ki, Arif Fərzəlinin şeirləri təkcə oxunmur, həm də yaşanılır, düşündürür və oxucunu mənəvi kamilliyə səsləyir. Bildirilib ki, şairin zəngin ədəbi irsi, milli mənəvi dəyərlərə bağlılığı və vətənpərvərlik ruhunda yazdığı əsərlər Azərbaycan ədəbiyyatında layiqli yer tutur. Çıxış edənlər yubilyarı təbrik edərək ona can sağlığı, yeni yaradıcılıq uğurları arzulayırlar. Tədbirdə Masallı Dövlət Regional Kollecinin tələbələri, eləcə də şairin nəvələri onun şeirlərini səsləndiriblər. Yubilyara müxtəlif təşkilatların fəxri fərmanları, təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub. Sonunda Arif Fərzəli yubiley tədbirinin təşkilatçılarına və iştirakçılara minnətdarlıq ifadə edib. Akif Ağayev, İlsevər Əliyev, Faiq Mirzə.